İzləyicilərimizdən biri Nadirin ölümü haqqında məndən bir video hazırlamağı xahiş etdi. Daha doğrusu sual verdi. Nadir Şah niyə öldü? Bütün mənbələr Nadirin öldürülməsini başlanğıcı olaraq əsas məsələni onun səhhətinə bağlayırlar. Belə ki, onun səhhətində, mədəsində yaranan əsas problemlər onun ruhi sağlamlığına da təsir göstərirdi. Ətrafındakılara qarşı çox sərtləşdiyini söyləyirlər. Belə bir vəziyyətdə Nadirə qarşı sui-qəsd eylemləri də başlayırdı və bunun bir başlanğıcı kimi 1741-ci ildə Savatqun dağı ərazisində, Qaduq dərəsində Niqqədəm deyilən bir nəfər ona atəş açır və atı ilə yerə sərilir. Özünü Nadirə ilk çatdıran dövlətin varisi sayılan onun oğlu Rızaqulu bəy olur. Lakin Niqqədəm sorğu-sual zamanı Rızaqulu bəyin qəsdin başında durduğunu qeyd edir. Nadir də o dəqiqə buna inanır. Bunun da səbəbi mənbələrin dediyinə görə Əliqulu xanın öyrədib ona çatdırdığı, müxtəlif adamlar tərəfindən çatdırılan Rızaqulu haqqında pis xəbərlər idi. Nadir ona görə də həm Niqqədəmi, həm də varisi Rızaqulu xanı kor etdirir. Lakin bununla iş qurtarmır. 1745-46-cı illərdə Nadir Dağıstanda olanda Sistanda üsyan qalxır. Əliqulu xan Əfşar Nadir tərəfindən üsyanı yatırmağa göndərilir. Əliqulu xan onun qardaşı oğlu idi. Lakin o üsyancılara qarşı ləyq tərpənir. Onlara qarşı bir növ güzəştə getmiş kimi olur. Orada görüşür, müxtəlif işlər görür. Nadir bu şübhələndirir. Ona görə Əliqulu xanı cəzalandırmaq üçün Təhmasib xan Cəlair deyilən silahdaşını onun yanına göndərir. Lakin o da Əliqulu xanın tərəfinə keçir. Bir müddətdən sonra isə Əliqulu xan Əfşar tərəfindən zəhərlədilir. Əliqulu xan Nadirin sakit dayanmayacağını bildiyinə görə tez tələsik ona qarşı qəsd çağırışına başlayır, hazırlığına başlayır. Buna səbəb verənlərdən biri də Xabuşan ərazisində qiyam olur. 1747-ci ilin iyun ayında Xabuşan yaxınlığında düşərgə salan Nadirə qarşı onun Əliqulu xanın tərəfinə keçmiş cangüdənləri Məhəmməd Əli bəy Əfşar və Salih bəy Qırıqlı tərəfindən qəsd törədilir və Nadir öldürülür. Qəsdə maraqlı olan tərəflər kimlər idi? Ümumiyyətlə qəsdə olan maraqlı olan tərəflər çox idi. Osmanlıların da Nadirin öldürülməsində marağı vardı. Rusiyanın xüsusilə, çünki o Dağıstan üsyançılarına ən çox yardım edən Rusiya idi. Və Əliqulu xanın da müəyyən mənbələr tərəfindən məhz Rusiyadan yardım aldığı göstərilirdi. Lakin bunu dəqiq təsdiq edən heç bir mənbəyə də rast gəlinməmişdir. Buna görə də biz Nadirin ölümünü məhz Əliqulu xan tərəfindən edildiyi üzərində dayanırıq.